Salam dostlar, kanalıma hoş gelmişsiniz. Bugün sizlerle birlikte otağımı temizleme videosu çekirik. İlk YouTube videom olduğu için çok heyecanlıyım. Saçımızı ev topusu eğleyip geri gerek. Hazır oldum, otağımı temizlemeye geçebiliriz. Gelin size otağımı göstereyim, bakın. Ne günlerdir, ama narahat olmayın, düzeldeceğiz birlikte. Bakın, bu böyle. Bakın, biri böyle. Buralar dəhşət bizde. Ama düzəldəcəz. Buralar, bu dinəkdən çantamdır heç. Bura vahşi pisdir. Yuxarıda var. Burada. Oralarda heç şey yoxdur. Toz bezimizi və stripimizi göstərək və başlayaq. Birinci silmələrdən başlayacağım. Sonra da onları yatağın üstünə qoyacağım. İndi dəftərlər və kitablara keçək. Bu kitabımız öz texnologiyam. Bunlar dəftərlər. Bu rəngləmə kitabı, həm də sticker. Musiqi kitabım. Bu belə rəngləmə, bir də rəhli kağız. Yəni dəftər yenə var. Bunlar mənim məktəb dostlarımdır. Bunlar da zibillərdir. Bu şəkilli lüğətim, heyvanlar, həm Azərbaycan dili, həm İngilis dili, həm də Rus dili var. Beləncə belə heyvanlar. Heyvanlar yenə. Heyvanlar, bunlar meyvələr, tərəvəzlər, bir şeylər var hamam üçün. Lüğətdir. Bunu çox sevirəm. Bunlar da belə dəstiyim şəkillər filan. Baxın, burada rəsm dərsində elədiyim rəsmlər var. Biri avokado, o özəllərimdən eləmişəm. Biri çiyələk var. Bunu müəlliməm çizib buraları özüm. Bunu dayım oğlu vermişdim, əzələrini rəhləmişim. Burada bir düzəltdiyim elə şeyim var. Kağızlar. Burada bir D hərfi var məndə. Bir poşetin içine zibillərimizi atırıq. İndi silip ilə içini silək. Burada mıncıqlarım, rəsm əşyalarım var. Mıncıqlarımı belə təzə almışam. Bu düzəltdiyim seksə koyunum. Bunun da belə düzəltdiyim divar yapışdıran əşyalarımı içine koyuram. Burada bir dənə qayçı var, belə şirin. Burada dostuma düzəltdiyim hədiyyə var, hələ verməmişəm, verəcəm. Burada bir dənə belə qab var, işlətdiyim əşyalarımı zadıb qoyuram. Şimdi bunları çıxardaq çünki çox belə şey var. Mən tez boşaldım, siz yorulmayasınız. Evet. Rəngləmələr. Şimdi ailəmə ait düzəltdiyim şeylər. Tık. Pembe lens. Silək. Sonunda şimdi silməni də bitirdik. İndi 3-cüyə keçirik. Belahət. Oha. Resimlər dolu bura. Buradan da çıktı. Zibil daşı. Barbie'ler burada. Komik. Böyle bir tırnak şey hakkından da işleyir.
Bunu size göndermek istiyorum. Burada band var. Stickerlar. Mini unum var idi. İçinden satmışım. Bir şey. Yine sticker ulduzlu. Elime yapıştı. Böyle bir fırça yine. Sonra defter üzümlerine kadar. Her zaman orada şey de var. Bu da onun şeylerdi. Buraya gelin bakalım. Seçtim. İşte almışım. Alt sıraya oyuncaklarımı koyuyorum. Bir oyuncak. Kaçkınından. Şimdi buradan oyuncaklarımızı yığaq bunun içine. İstəyirəm bunun içine yığım çünki daha rahat olar. Kafetle alaka türüyüb. Atlasız zibilimizi ataq. Bazı şeyləri bunun içine yığırıq. Boş. Bağlayaq. Bebe bir verelim. Bir bebe. Burada Barbie'ler parkası. Giyindireceğim paltarları var. Burada bir doktorçuluk. Bunlar da zibillerimiz ataq. Ben biraz xəstəyəm. Siz də payız vaxtında xəstələnirsinizsə yorumlara yazın. Nə qədər lazımsız əşyalarım var imiş mənim. Çöpə. Bu ne? Bir dakika bakalım görürüm sen ne var. Ha boş ver. Burada da bir düzəltdiyim belə kağızım var. Familizat. Yine de qalsın xatirə kimi saxlayacağım. Belə kağız kimi şeylərimi bura qoymaq istəyirəm. Əşyalarımı da altının üstünə qoyarıq. Diş aşına getmişdim dişimi çıxartmağa. Orada mən ağıllı durdum deyə mənə sertifikat verdilər, ağlamadım deyə. Burada bir şey stikerim var. Dostum mənə verdiyim. Onu da qoyaq. Bunu burada qoyarıq. Burada bir belə pozanım da var. Sabun oxuyur. Şarj. Stiker düzəltdiyim. Bunlar atlasıdır. Dostlar bu mənim sınaq biletimdir. Ayın 23 olacaq. Gedəcəm inşallah yüksək bal alaram. Bu dostum mən takas elədiyim Sümeyra adlı dostum verib. Mən də ondan takas eləmişəm. Çox gözəldir məncə. Burada mənim ingilis dili sözlərim var. Belə vərəqi 1-ci sinifdən. Mən bunu axtarırdım və tapdım. İngilis dili. Saxlayaq, ingilis sözləri öyrəndim. Burada bir güzgü var. Sənə paranı qoyarım. Sonra gözümü özümə baxmaq qoyaq lazım olar. Bu gecə parlayır. Qalsın bunu ataq. Sadə karandaşdır ya. Qalsın. O qədər əhləməm var ki, ona görə bunlara ayrı bir yer ayırdım. Cruella var, belə Rapunzel var. Onu bilmirəm adını. Elza və Batı. Yəni Rapunzel. Orada da nə böyle? Hələ Hello Kitty var. Hello Kitty'nin içində bu var. Ona qədər də 15-20 daha var yakın. Üstü xatı da bura qoymaq istəyirəm. Sıxdıraq. Bu rəsmə aid şeyləri bura, rəsmə aid şeylərimi qoyuram. Yadıma çıxdı bu. Kitabın arasına.
Bu da rəhləmədir deyə bunu da bura qoyuram. Bu da dəftər olduğu üçün dəftərlərimizi bura qoyaq. Burada bir dəftər var. Nağıl kitabımızı da bura balaca qoyaq. Sərgəsiz olmasın, bunu qoyaq sonra. Belə bir kitabçam var, Kuramelə, onu da qoyaq. Başqa buralarda kitab qaldıysa onları da qoyaq, baxaq. Bu da oyuncaq bölməsini qoyaq bunda. Bu da başqa oyuncaq. Bu da barmaq oyuncaq olduğu üçün. Oyuncaqların şeyleri, paltarları onlar. Bu da böyle koyaq. Sərdən buranı belə soğaq. Bir sıraya boş qalıb deyə, ondan görə tableti bir şeyler qoyaq. İndi lazımsa əşyalarımızı bunun içine yığdıq. Bu süs üçün qoyarıq. Bunda şəklim yoxdur deyə, ona görə bu bunun içidir. İçine qoyaq. Qoyaq bura. Başqa. Böyle müəlliməmiz şey vermişdi. Bu əsas rənglər. Buraya bir demişdi, bir tane resim çizin. İz koyup. Ben de böyle iz koymuşam, eləmişəm. Buralarda da demişdi rənglər deyil. Bunları bunun içine koymuşam çiçəkçi. Çünkü bunlar məktəb üzükləridir. Bunları axıra koyacağız. Bunlar da kitap üzüydü. Bunu axırda koyacağız. Yani bunlar axırda koyacaqlarımız. Buranı da bağladık. Yine bunu koyaq. Bunu sıra bura koyaq. Çünkü böyle kitap. Kartımızı da böyle sarı koyaq. Biraz siyah. Qələmləri yıxaq. Krayon var burada. Ucuz fiyat. Kaç yaşta bunlar koyaq. Bunu ataq. Bunu ataq. Bunu bura qoymayacağım çünki görüb gedəcək. Bunları oyuncaq yerinə qoyaq. Bunu bura qoyaq. İkinci sinema bayağı dolmaya başladı. Bunu oraya koyaq. Bunu hara koyaq? Onu yuxarı koyarıq. Yer orta bayağı var. Bunlar yuxarıya. Çalsarımdı bunlar. Burada belə şeylerim var. Mənimə test verib. Mən 5 almışam. Nağıl kitabı oxuyaram. Mənim də belə kitabım var. Baxın. Bax, dünən də, o birisi gündə ölmüşəm bu kitabı oxumaqdan. Dünən axşam gecə yatana bütün hamısını oxuyub bitirdim kitabın. O gün də oturub orada bitirdim hamısını. Abo. Mən bunu axtardım. Aralarda qaldı bəs. Medata. Medata. Bu müəlliməm, mənim müəlliməm. Şimdi böyle. Bu mənim dərmanımdır istəyim. Abo. Məktəb kitabları. Kumbara. Her tarafta bu.
kitabı. Bunu bayıldım. Marker. Mıncuk. Anne. Bu ne? Burada çok böyle tozlu arkadaşlar. Bunu tabii önce denerse tabii 31 yaş olurdu. Aa. Şuraya ne kitap oldu bakalım. 1, 2, 3, 4, 5, 6, 7 taneydi. Ben de 10 tane olmalıydı. 3'ünü götürmüşəm. Birinci Azərbaycan dili satmışdım. Çünkü onlar böyüdüler. Ona göre. Ben lezzet takabilmedim. Ne bir şey olmaz. Lezzet bak burada. Sonra en sevdiğim kaynağı bunlardan kayak yolu. Nasıl? Teknoloji. İnternet. Bilgisayar. Başka. Bunlar da istedim burada koyalım. İndi kitaplarımızı sərgəli şəkildə qoyaq. Böyüdən çiçəyə getmək istəyirəm. Ən böyüyü burada bu olmalıdır. Bu. Bilmem burada belə şey qalıb, bu özüm eləyəm. Bu misal kitabım. Puzzle və lövhəmizi qoyaq yuxarı. Sonra bunu da gəlin ağzını bağlayaq, tüküləcək sonra. Azıqadat öldürən arabalarımızı abonçı koyduk. Böyle arabaya bir şey var. Burada koyduk. Yine bunu buraya serdik geldi koyaq. Buraya başka şey koyarıq. Bunu üstüne koyaq. Sonra bunu buraya koyaq. Güzel bu. Bunu koyaq aşağıya. Kaçınları da. Hoppala. Tıktık bura. Oy. Tahtamızı da koyaq. Siz niye bu tahtanı bura koymuşsunuz Melis? Ben çünkü Zəfər bayramı üçün 4 gün tətil vermişler. Ona göre bura koymuşam. Seçim. Nələmcədə gedəcəz. O görə bunda orada işləyəcəm. Bunu da koyaq. İkincisi verəsin. Boş. Sərgəli oldu. Bitti. Baxın ne təmiz oldu. Əvvəlki bu. Tertemiz. Yani əvvəlki bu. Burada əvvəlki kimi bu daha sərgəli. Əvvəlki bir də bu. Şkafını təmizlədikdən sonra pastelimi dəyişməyə başlayıram. Pastel dəyişməyə heç sevmirəm, amma yenə də təzə pastellər, soyuq yatmağı elə çox xoşlayıram. Burada biraz yorğan öncüləşirəm. Bilincəlim açmam. Burada da biraz yazdan öncüləşirəm. Hop. Sarsaq. Geçin. Merhaba arkadaşlar. Masanın üstünde yastığı silerim. Zibilleri de atıram. Tozları da daşıdan süpürürüm. Saçı da yolda ben o da gelir. Dostlar, bayaq otağımızı təmizlədik birlikdə. Anam otağımı sildi.
Yorulduğum için size sağlaşa bilmədim. Televizora baxdım, meyvə yedim. Ona görə biraz yorulmuşdum otağımı təmizlədiyim üçün. Mənə dəstək olmağı, videomu bəyənməyi, abunə olmağı unutmayın. Rəylərdə məndən necə vloqlar istəyirsinizsə, onu yazın. Mən də baxım, sizin dediyinizi çəkim. Gələn vloqlarda görüşənədək sizləri çox sevirəm. Hələlik.